Uzaq, ağappaq çöllərdə tənha bir qar adamı yaşayırdı. O hər səhər uzaqlara baxar, Bakının o möhtəşəm işıqlarını xəyal edərdi. Bir gün o cəsarətini toplayıb şəhərə doğru yola düşdü. Budur, o artıq Bakıdadır. Amma bu səs nədir? Dayanacaqda nəhəng qırmızı bir şey peyda oldu. Fıs edib dayandı. Vay, qar adamı qorxusundan az qala buxara dönəcəkdi. Görəsən bu nəhəng Bakubus onu uda bilərmi? Amma yox. Pəncərədən balaca bir uşaq ona əl eləyib gülümsədi. Bu təbəssüm qar adamına böyük cəsarət verdi. O dərindən nəfəs aldı, burnunu dik tutdu və qorxusuna qalib gəlib o qırmızı nəhəngə mindi. Avtobusun içi heç də qorxulu değildi. Mehriban bir nənə ona yer verdi, insanlar ona gülümsədi. Pəncərədən Bakı nağıl kimi görünürdü. Alov güllələri, mavi Xəzər dənizi, qar adamının üzündən sevincdən bir damla yaş süzüldü. Bu günəşin istisi değildi, bu insanların istisi idi. Sonda o başa düşdü. Cəsarət olmaq, yeni dostlar tapmaq deməkdir. Bakı artıq onun da evi idi. Sağ ol, cəsur qar adamı, səninlə fəxr edirik. Səhər tezdən durdu o, qar içindən çıxdı o. Dedi bura haradır, bu da nədir ay Allah. Əlini saldı suya pırr dedi bir anlığa, sonra dedi ay aman bu qar deyil bu yalan. Aylıq dedi salam dost, qar adamı oldu şok, qarın içində üzürlər, bu nə işdi əziz dost.